Salam, gəlin mitozun mərhələlərini birlikdə daha aydın şəkildə anlayaq. Yaxşı, hüceyrə bölünməsi niyə çoxlarına bu qədər mürəkkəb görünür? Səbəbi nədir görəsən? Əsas problem dərsliklərdədir. Orada bu canlı prosesi sadəcə donuq şəkillərlə göstərirlər. Amma düşünün, daha yaxşı bir yol olsa necə olar? Bax, texnologiya burada köməyimizə çatır. Hətta müəllimlər də deyir ki, interaktiv simulyasiyalar DNT kimi mövzuları qavramağı çox asanlaşdırır. Elə isə, gəlin bu üsulla mitozun 4 əsas mərhələsini addım-addım izləyək. Hər şey profaza ilə başlayır. Görəsən bu mərhələdə hüceyrənin içində nə baş verir? Baxın, DNT sapları yığılıb xromosomları əmələ gətirir. Nüvə pərdəsi isə yox olur. Və indi keçirik növbəti mərhələyə, metafaza. Proses getdikcə daha da maraqlılaşır. Burada çox maraqlı mənzərə var. Xromosomlar hüceyrənin tam mərkəzində səliqə ilə düzülür. İndi isə ən həyəcanlı an gəlib çatdı. Anafaza, yəni ayrılma mərhələsi başlayır. Budur, xromatitlər ayrılır və tərlər onları dartıb hüceyrənin əks tərəflərinə çəkir. Və nəhayət, hər şeyin yekunlaşdığı an, telofaza mərhələsi. Artıq 2 yeni nüvə yaranır və sonda hüceyrə 2 tamamilə eyni hüceyrəyə bölünür. Amma diqqətli olun, bunu meyozla səhv salmayın. Meyozda tamamilə fərqli hüceyrələr yaranır. Yaxşı, bəs bütün bu mükəmməl prosesin bizim üçün əhəmiyyəti nədir? Qısası, mitoz sayəsində böyürük, yaralarımız sağalır və bədənimiz daim təzələnir. Ən vacibi odur ki, yaranan hər yeni hüceyrə əvvəlkinin eynisidir, yəni onun genetik kopyasıdır. Bu isə adamı düşündürür. Görəsən, gələcəkdə texnologiya biologiyanı bizə daha necə sevdirəcək?